Salam dəyərli müəllimlər. Həndəsə ilə bağlı maraqlı bir sualın izahına baxırıq. Düz xətt üzərində 6 nöqtənin əmələ gətirdiyi şüaların sayı parçaların sayının neçə faizidir? Burada bir neçə qaydamız var ki, bu qaydanı bilməyimiz burada mütləqdir. Baxaq, bu qaydanı burada mən qeyd eləmişəm sizlər üçün, rahat olsun deyə. Baxın, düz xətt üzərində n sayda nöqtə varsa, 2n sayda şüa, n sayda nöqtə varsa, n vurulsun n-1 böl 2 sayda isə parça var. İndi bu qaydaya əsasən gəlin şüaların və parçaların sayını tapaq. 6 nöqtə əmələ gəlibsə, yəni varsa, əmələ gətirdiyi şüaların sayı 2 vurulsun 6 bərabər 12 şüa. 6 nöqtə varsa, əmələ gələn parçaların sayı 6 vurulsun 5 bölünsün 2. Bu da eləyir 30, 15 parça. Bununla işimiz bitmir. Şuanın sayı parçanın sayının neçə faizidir soruşur. Riyaziyyatda bir ədəd digər ədədin neçə faizidir deyəndə birincini bölürsən, ikinciyə vurursan 100-ə. 12-ni böləcəksən 15-ə, vuracaqsan 100-ə. İxtisarlarımızı eləsək, 3-ə 12, 3-ə 4, 15, 3-ə 5, 5, 5-ə 1, 100, 5-ə 20. 20-ni də 4-ə vuracaqsan 80 faiz. Doğru cavab C variantı. Bir də təkrar edirəm. Əsas burada 3 qaydanı, yəni bir sualda 3 qaydanı öyrəndik. Düz xətt üzərində n sayda nöqtə varsa 2n sayda şüanın olması, n sayda nöqtə varsa n vurulsun n-1 böl 2 sayda parçanın olması və 2 ədədin faiz nisbətinin tapılma qaydasını.